Bugün süddaş pişirirdim. Bir dəfə südüm çürüsə də, ikinci dəfə düşünürəm çox dadlı alındı. İndi dadına baxacağıq. Özüm etmişəm deyə demirəm, valla gözəldir. Gördüğünüz gibi sütümüz çürümüştür. Ama bizde çareler bitmez. Bundan da mütləq ki bir dadlı şinyat hazırlayacağım. Niye çürüdü şu an? Bilmirəm. Pasterize olmuş süt değil de tabii Təbii sütü, kənd sütü. Ona göre belə çürüdü. Ev yoxdur. Biz bunu hallederiz. Ne pişireceksin? Nəsə şinyat eləyərəm də bir şey. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik.